Yəni baskı içərisində daim öz hərəkətlərinə diqqət yetirsə, birdən səhv edərəm, birdən yenidən bax o günahkarlıq hissi içində oyanır ki, söz-söhbət olmasın deyənə bütün hərəkətlərimə diqqət yetirim. Bax demişdik keçən dəfə zəng eləyəndə telefonu tez qaldır. Telefon həmişə yanımda olmalıdır deməli mənim. Mən artıq nəzarətdəyəm. Belə halda hər zaman münasibətlər o gərgin ab-havada yaşayır da. Həm qadında, həm kişidə, qadınlarda da var da. Deyir ki, mən zəng eləyəndə sən telefonu qaldırmayanda mən elə gəlir ki, sən nəsə pis bir işlə məşğulsan. Niyə görə qaldırmıyorsun? Nə olsun işgüzar münasibəti? 2 dəqiqə açıb deyə bilməsən də mən indi görüşləyəm. Bir dənə bunu dedə mənə. Yəni bu artıq nəzarət və çatanda mənə yaz. İnsan daimi şəkildə nəzarətdə özünü hiss edir də. Çatanda mütləq yazmalıdır. Bir də yadından çıxdı yazmadı, onda vay halına. Bax, belə bir münasibətlərdə təsvir olsun ki, insanlar bir-birlərini əmr edici, nəzarət edici, kontrolda hiss etməyə məcbur olurlar və bu hissləri hər zaman çərçivədə saxlayır. Sonra da deyirlər ki, niyə hisslərimiz bir-birimizdən soğur? Çünki buna imkan vermişsiniz, o baskı içərisində saxlayırsınız.